Salam əziz izləyicilər. Adalya Haf verilişində yenidən efirdəyik və biz artıq neçə vaxtdır ki, fasilə vermişdik, bürclərdən danışmırdıq, amma yenidən biz bürclərdən, astrologiyadan, bürclərin insanların həyatına təsirindən, ulduzların, planetlərin insanlar həyatına necə təsir etdiyindən danışmağa davam eləyəcəyik və yenə də studiyamızın qonağı Rövşən. Bəli. Tək. Rövşən tək. Necəsiz Rövşən? Şükür Allah, siz necəsiz? Çox sağ olun, yaxşı. Yaxşı olasınız. Mən də həm studiya üçün darıxmışdım, həm studiyada işləyən balıq bürcü üçün darıxmışdım. Həm sizlər üçün. İndi mən istəyirəm ki, biz elə çəkilişimizi təzədən başladıqsa Yupiterdən danışarıq. Hansı ki, ilin ikinci hissəsində Şir bürcünə gedəcək. Amma indi Uranüs əkizlər bürcünə keçir. Uranüs əkizlərdədir, amma Uranüs Yupiter qədər danışılacaq bir planet deyil. Yəni Yupiter şans planetidir. Yupiter verimli planetdir. İstər ruzuda, istər bərəkətdə. Həm də Şir bürcünə gedirsə, bu o deməkdir ki, insanların egosu çoxalacaq. Hər kəsin. Hər kəsin egosu çoxalacaq. Həm də yüksələn şirlərə daha keyfiyyətli təsir edəcək ki, Trump da yüksələn şirdir. Mən əkizlər və Trump, eynən Trump kimiyəm mən. Əkizlər bürcü, yüksələnim Aslan bürcü. Məndə də elədir, təəssüflər. Məndə də elədir, təəssüflər olsun, amma bu bir yandan bir çox bürclərin artıq həyatını hədəfə doğru aparacaq ki, dünənləri ayın 6-sında Pluton retrosu başladı. Bu Pluton retrosu da bir 5 aylıq müddətdə davam edəcək. Bu haqda da bir-iki məlumat verək istəyirsiniz başlanğıcda, sonra bir bürclərdən Qoçdan başlayaq, davam edək. Məsələn, Pluton Oğlaqda bir 20 il qaldı. 20 il. Pluton hansı bürcə gedirsə, bir 19-20 il orada qalır, 18 il. Çünki bir ilin içində bir ay belə gedir, bir ay belə gedir, bir ay geriyə gedir, 5 ay geriyə gedir. Və buna görə Oğlaqa çox çətinlik yaşatdı, Buğaya çox çətinlik yaşatdı, Balıq idi, Əqrəb idi və Qız bürcü idi. Hansı ki, torpaq ünsürləri. Su ünsürlərinə bir dənə Xərçəng bu əziyyətini çox görmədi. Çünki hal-hazırda Yupiter Xərçəngdədir. Xərçəng elə bil az faizini yaşadı bunu. Və Oğlaqın Pluton indi geriyə istiqaməti Oğlaq bürcü üçün keyfiyyətli dönəmin başlanğıcı. Çünki belə bir şey, Lori dillə buna misal çəkim. Elə bil ki, Pluton bir ən pis qaynana idi. Oğlaq da bu qaynanaya məruz qalan ya gəlin ya da bəy deyək də. Yəni, İndi Pluton qaydanda deyir ki, mən artıq pis qaynana deyiləm, yaxşı qaynanayam, Padnusla gəlirəm. Padnusun içində qızıl var, qırı var, maşın var, ev var, evlilik var, şans var. Çox gözəl. Yəni belə qeyri istiqamətinə qayıdır. Belə retro edəcək ki, şanslar gətirəcək. Saydığım bürclərə bir də deyim, Buğa, Oğlaq, Əqrəb, Balıq, Qız. Çünki bu şansdan bu tərəfdən bir də Dolça var burada, hava ünsürləri bizim hava ünsürlərindən. Çünki Dolça da problem yaşadı pul baxımından, hansı ki, onlara mən həmişə bonkör gözü ilə baxıram deyənə. Ona görə bunlar artıq toparlanma dönəminə gedirlər bu 5 ayda. Amma bir tərəfdən də Uranüsün 7 il müddətində əkizlərdə qalmağı Buğaya da çox problem yaşatmışdı. Yəni Buğaya çökdürücü elə bir ki, sistemlə yaşayırdı da. Yəni bu 7 il müddəti Buğa üçün bir əməliyyatda narkozda yatdılar onlar. Elə keçirdilər Buğalar. Amma Uranüs bizlə çox bacarmır. Çünki biz zəka sayılırıq. Planetimiz Merkurindir. Beyin sayılırıq. Bizi sadəcə harasa tələsdirə bilər. Tələsik qərarlar verməyə vadar eləyə bilər. Amma zəkamızı dvayno eləyir, 2 qat eləyir. Danışığımızı, bilişimizi, ünsiyyətimizi, kimləsə tanış olmağımızı və s. kimi şeylər. Və keçək Yupiterə. Yupiter iyulda artıq yer dəyişəcək. Keçən il mənim ad günümdə mayın 25-də yer dəyişib getmişdi Xərçəngə. Xərçəngə çox da verimli olmadı. Çünki deyərdim ki, astroloqların 99,9% deyəndə ki, Yupiter Xərçəngə gedir, bolluq bərəkət hissində Xərçəng üzəcək. Mən dedim ki, Xərçəng tələsməyin dedim. Yəni belə fərziyyələrə inanmayın, bolluq bərəkət. Çünki Yupiter sizdə işləməyəcək. Hal-hazırda Yupiter gedəcək Şirə. Dominant bir bürcə gedir. Başlayaq Qoçdan. Qoç məsələn
Qoç da 2-3 ildir problemlər yaşayır. Misal Qoçun baş verdi pul problemi, ən böyük, güclü problem. Məsələn, Qoçların bir 60-70%-i 2024-də, 25-də normal pul problemi yaşadılar. Çox normal bu pul problemi. Hətta yığdıqları pulu xərcləməyə belə məcbur qaldılar. İndi Qoç bu pulları geri qaytarmalıdır. İdarəçiliyin qaytarması üçün Saturn də burdadır artıq. Yəni Qoç bürcündə bir tərəfdən Qoç inkişafa doğru gedəcək. Neptun da burdadır, inkişafa doğru gedəcək. Və istiqamətini Qoç daha da gözəl yerə aparacaq. Bir də vəzifə şansları olduqca həddindən artıq çox yaxşıdır. 2026-nın ortalarından ta ki 2027-yə qədər. Hansı ki bu strukturu qoya bilsələr daha da çox irəliləyəcəklər də. Bir 7 illik, hansı ki Uranüsdən də şans ala bilərlər ki 7 illik bir istiqamət tapa bilərlər özləri üçün. Və bir yandan Qoçun evliliyi də var. Hansı ki bu Yupiter Şir bürcünə keçsə, çünki Qoç da odun sürüdür. Eyni qaydada Şir kimi onun da egosu qalxacaq, Oqatanın da egosu qalxacaq. Hansı ki bu insanlar odun sürüləridir. Və buna görə deyərdim ki, Qoç artıq adaptasiya və toparlanma dönəminə addım atır. Və istiqamət götürək gedək hansı bürcə? Buğaya. Buğa bürcünə. Buğalar problem yaşadılar. Buğalar çox konkret, təmiz problem yaşadılar misal üçün. Buğaların həyatı düzənə girəcəkmi? Buğalarda belə bir şey oldu. Buğa indi Plutondan da şans əldə edir. Retrodan. Uranüsün əkizlərə getməyindən də şans əldə edir. Bu oldu ikinci şansı. Yupiterin Şirə keçməyindən də şans əldə edir. 3 qat. İlin birinci hissəsinin pulluları, məsələn, əkiz idi, buğa idi. İlin ikinci hissəsinin pullusu isə tək bir dənə bürc var, oradakı xərçəngdir. Gələndə danışacağam. Buğalar toparlanmanı tam pik yaşayacaqlar. Məsələn, buğalar işini itirdi, evini itirdi son 1-2 ilin içində. Dost itirdi, sevgili itirdi, yoldaş itirdi. Səhhəti ilə bağlı ciddi problemlər yaşadı. Elə bir ki, hamısı məsəl var bizim sıra-sıra. Sıra-sıra da, yəni elə bir bir-birinə bağlı idi. Yəni hara gedir elə bir ki, it ağzı açıb. İndi amma yavaş-yavaş toparlayırlar, özlərini yavaş-yavaş gücə aparırlar, müsbət tərəflərini ortaya çıxardacaqlar. Eyni qaydada onlar da çox depressiya yaşayan bürclər və depressiyanın başını buraxacaqlar, olduqca aktiv və sosial olacaqlar, hansı ki buğalar bu arafələrdə sosiallığı sevmirdilər, qapanmaq istəyirdilər, amma artıq sosial olmağa başlayacaqlar, danışmağa başlayacaqlar, ünsiyyət artıracaqlar, buradan bir sevgi ola bilər, buradan bir münasibət ola bilər. Ciddi həyat istəyir buğa bu dəqiqə. Bəli. Sakit, huzurlu, amma ciddi həyat. Və layiqdirlərmi desək, bəli, çünki çox problem yaşadılar. Bu 7 il onlar üçün asan keçmədi. Yəni, heç bir şansları, istiqamətləri düzgün getmirdi. Keçək sevimli, əziz, gözəl Zodiak. Sizin bürcə. Bəli, bəli, Zodiakın ən Mənim bürcümə demirəm də. Yaxşı, olsun mənim bürcüm. Deməli, əkizlər bu illəri əkizlər üçün bir tərəfdən yaxşıdır. Çünki Yupiter Şirdə dəstəkləyir onları pul baxımından. Amma əkizlərin iş problemi var idi. Əkizlərin çox problemini işdə yaşadı. Məsələn, alınmayan biznes şansları, alınmayan girişimlər, alınmayan atılımlar. Sevgi həyatında əkizlər üçün normaldır. Hələ ki hər şey qaydasındadır. Amma yolunda getməyəndə bir onlar üçün sıxılan tərəf nədir? Məsələn, əkizlər son 1 ildə bunu yaşayırlar ki, tutalım görüşmək istəyirlər, görüşürlər adamla, amma onun yanında sıxılırlar. Yəni son 1 ili belə yaşadılar. Bilinməyən bir sevgi hissi yaşayırdılar, heç nə alınmırdı. Yəni görüşürdülər, alınmırdı, ayrılırdılar, darıxırdılar. Və bu arafələrdə onlar üçün ciddi bir münasibət gələ bilərmi desək, iyuldan sonra qəşəng bir münasibət başlayır əkizlər üçün. Əkizlər sırf özünü toparlayacaq işdə, nailiyyət olmaq. Mən keçən səfər canlılarımın birində dedim ki, bir arzuları var onların, əkizlərin. İndi bilmirəm nə arzusudur, amma ürəkdən istəyirlər. Gələn ilin dedim, mayına qədər sizin bu arzunuz həyata keçməsə, əgər buna dair addım atırsınızsa da, atmırsınız öz probleminizdir. Onlar yaza bilməzlər. Addım atanlar, həyata keçirdə bilməyənlər gəlsin desin ki, sən astrologiyadan başın çıxmır. Yəni o qədər şanslıdır bu il onlar üçün. O qədər şanslıdır. Yəni bir arzusu var. Yəni onu
tam Yupiter əsnasında tamı-tamına həyata keçirdə bilər. Mən bu fürsətdən yaxşı istifadə edirəm. Çoxdan da istədiyi bir şey ola bilər ki, yəni elə hey addım atırdı, alınmırdı, addım atırdı, alınmırdı və bunu toparlaya bilərlər. Nə gözəl. Bəli. Yəni bu qədər böyük danışıram da yəni. Yəni gələn il bu vaxt bu studiyada yenidən İnşallah bunu çəkirik. qismət olsa Allah təala möhlət versə, təbii ki də mütləq. Mən Yəni razıyam ki, siz deyəsiniz ki, bəli, onu demək istəyirəm ki, artıq arzum yerinə yetib, bəli, həyata keçirtdi. Buyur iPhone 18 onda çıxar yəqin, iPhone 19. Buyur sənə bir də hədiyyə almışıq. Mən də sevə-sevə alım o hədiyyəni ki. Bu yazılı olaraq keçdi artıq. Lentə keçdi. Bu notarius qeydiyyatına düşdü. Bəli. Və gedək xərçənglər powerbanklara. Bildiyim powerbankdılar. Xərçənglər məsələn pul baxımından çox xoşbəxt olacaqlar 1 il. Yəni buğalar da borclarını bağlayacaqlar. Əkizlər də borclarını bağlayacaqlar. İnşallah. Amma xərçəngin şansı nədədir? Xərçəngin pul evi Şir bürcüdür. Və xərçəngin pul evinə Yupiter gedir. Yupiter də nədir? Şans planeti. Uğur planeti. Yəni Yupiter planetlərinin içində elə bil ki hamı şeytandır, bir o mələkdir, misal üçün. Yəni Venusla Yupiter. Ona görə pulda problem yaşamayacaqlar deyərdim. Bu 1 illik müddətdə. Yəni onlara amma vədlər verməyi də xoşlamıram. Onu deyim ki, Yupiter onlarda işə yaramadı deyənə, onlardan gedəndən sonra onlara xeyir-dua gətirəcək, xeyir-dua verəcək, onlara şanslar gətirəcək, onlara nizam-intizam gətirəcək. Məsələn, sevgi həyatında keçən illəri heç bir damcı xoşbəxt olmadılar. Sevgi gətirəcək, ağatlı şahzadə. 2025-də onlara ağatlı şahzadə gətirdilər. Bunlar baxdılar ki, ağatlı şahzadə gəlir. Yaxınlaşdı, gördü ki, at deyir, eşşəkdir. Yəni amma 2026-nın ortalarından etibarən ağatlı şahzadələr gələcək. Vurula bilərlər, evlənə bilərlər. Məsələn, xərçənglərdə var bu il evlilik, əqrəblərdə var, balıqlarda var. Su ünsürlərində. Su ünsürlərində evlilik var, tərəzidə ciddi münasibət var. Hansı ki, tərəzilər. Tərəzidə ciddi münasibət var. Rövşənin sevimlisi tərəzilər. Gələcək onlara az qalmış. Və xərçənglər bu il pulda problem yaşamasalar, hər şey onların istədiyi kimi gedər. Çünki bir xərçəngin əgər pulu varsa, öz həyatına adaptasiya edir, həm də özünə dəyər verməyə başlayacaq. Xərçəng biraz özünə dəyər verməkdə çətinlik çəkən birisidir. Hamını düşünər, hamını bəzər, özü lütkəcək. Eynən. Ona görə bu il özlərini düşünəcəklər. Yupiter şirə keçən kimi artıq başlayıblar özlərini düşünməyə. Prosta biraz burada onlarda yığıntı var. Yəni kiməsə sözü deyə bilmirlər, bəli, sözlərini deyə bilmirlər. Bu ərəfələrdə partlaya bilərlər, bunu da deyim. Həyatınızda xərçəng varsa, yəni hazır olun buna. Xərçənglər insanın həyatını həm gözəlləşdirir, həm çox çirkinləşdirir. Xərçənglə ox atan bu həyatda dərsdilər. Ya həyatva gələcək səni xoşbəxt eləyəcək, ya həyatva gələcək səni bədbəxt eləyəcək. Sırf xərçənglə ox atan. Bu iki bürc. Həm kişisi, həm qadına fərq eləmir. Ya səni xoşbəxt eləyəcək, ya da səni bədbəxt eləyəcək. Amma mən xoşbəxt olanı görməmişəm. Kimə sual verirsən deyə bədbəxt eləyib. Bəs yaxşı, onlar özləri kimlə xoşbəxt olurlar? Kim? Ox atanla xərçəng. Ox atan fərziyyə ilə yaşayan insan, rahat yaşamağı xoşlayan insandır ox atan. Ox atan öz seçdiyi insanla xoşbəxt olmağı xoşlayır. Kimsə onu seçəndə deyir, yox, bu o deyil də yəni. Ox atan şeyi xoşlamır. Mən bunu öyrəşməmişəm cümləsini çox sevir. Məni sıxma, mən azadlıq xoşlayıram. Mən dəqiqə baş demə, hardasan, nə edirsən? Belə tezə şey çıxır, hardasan. Mən maraqlanmalıyam ki, sənə başına bir iş gəlsə, bilim ki, hardasan. Mən risk özümü çatdırım orada, bir görüm bəlkə nə oldu sənə. Mən buna öyrəşməmişəm. Öyrəşməmişsən, onda da sağ qapı açıqdır. Onlar öz azadçılıqlarından pay vermirlər. Amma 2026-da elə pay verəcəklər ki, çünki onlar da gələndə danışacaq onlar. Yaxşı. Daha gedirik. Yupiterin şirinə. Ay sağ ol. İndidən onlar coşublar, şirlər yavaş-yavaş başlayırlar. İnşallah, hə.
Şirlər özləri də hiss eləyirlər ki, artıq yəni toparlanma dönəmidir. Hər şey qaydasına düşür, hər şey yoluna düşür. Çünki Yupitel Şirə getdi. Şir təmiz problemi yaşadı 2017-dən. Gör nə qədər müddət edir. 2017-dən yaşadı, 2019-da biraz toparladı, 2021, 22, 23 pis keçdi, 24-də biraz toparladı, 25-dən təzədən biraz pis keçdi. İndi son 3 aydır, onlar üçün hər şey qaydasındadır. Məsələn, bəziləri istədiyi maşına nail olub, bəziləri istədiyi evə nail olub, bəziləri istədiyi işə nail olub. Çünki yavaş-yavaş gəlir. Yəni misal üçün mən dururam, məlumat paylaşıram ki, qızlara pul gələcək bu ay. Paylaşan kimi izləyici mənə yazır ki, nə oldu bə pul gələcəkdi. Deyirəm mən indi paylaşmışam. Hələ bu ay hələ 30 gün gedəcək də. Bir də status paylaşılsın da, hələ paylaşılmayıbsa mən yazırsan ki, pullarda qaldı. İndi yavaş-yavaş özlərini toparlayırlar və bu onlar üçün çox yaxşı bir dönəmdir. Yupitelin onlarda olmağı egolarını artıracaq. Ego davaları çox görəcəyik biz. Yəni egolarını da niyə artıracaq? Mən bunu deyim. Şir xoşlayır göstərməyi. Və Şir özünə necə göstərəcək? Hansı ki 2017-dən bu yana neçə nəfərə ağız açdı, hər kəs onu dala qaytardı. İndi Şir başlayacaq göstərməyə. Yəni bax, gəldi. Varımdır. Bu yüksələnlərə də təsir eləyəcək. Yüksələn ondan artıq olacaq. Yüksələn ondan da betər olacaq. Hə. Mən də onu gözləyirəm, iyulu gözləyirəm. Hə, yüksələn ondan da betər olacaq. Hə. Ona görə Şirlərin həyatı olduqca stabil bir raya düşəcək. Prosta sadəcə yenə bir şey vurğulamaq istəyirəm. Olduqca həddindən artıq bir ego mənfi təsir də eləyə bilər onlara. Yəni çünki yavaş-yavaş qatar raya düşməyə başlasa, öz istiqaməti ilə getsə, sürəti çoxaltsalar tormoz işləməz. Və buna görə egonu idarə eləməlidirlər. Şir bilirsiniz qızılı idarə eləyir. Orada qızıl oynayacaq. Yəni gedək qız bürcünə. Qız. Zodiakın ağıllısı. Zodiakın beyni Sherlock Holmes. Sherlock Holmes, evet. Zodiakın beyni odur. Ağlı da bizi, sağ tərəfi bizi, sol tərəfi dolçalardır. İlk insanı deyirlər. Deməli, qız bürcü çox stabil bir dönəmə gedir. Necə stabil? Onlarda da keçmişi unuda bilməməzliyi var idi. İndi qız bürcü keçmişi unutdusa, həyatına gözəl davam eləyə bilər. Çünki bu aralarda onlarda da biznes atılımı var, biznes girişimi var, iş qurmaq var. Misal üçün, salon açım, yer açım, ev götürüm, ev açım, ev tutum, ev təmiri, tikintisi. Ona görə onların həyatını nümunəsiz davam elətdirən sadəcə və sadəcə bu dəqiqə keçmişlərinə bağlı olmaqlarıdır. Çünki məsələn mən misal da çəkə bilərəm ki, qız bürclərinin bir 20-30% insanların səhvini tutur, amma həyatlarından çıxarda bilmir. Bu onları bu illəri mənfiyə çox apardı. Yəni addım ata bilmədilər. Hamısının qarşısı üçün eləyir, özü üçün heç nə eləyə bilmirdi. Və bu il onlar sevə bilərlər, ciddi münasibətə başlaya bilərlər. Bu il keçmişlərini unutdura biləcək bir şəxslə tanış ola bilərlər, ona deyim. Qızlar ağıllıdırlar. Yəni hər adamı yaxın buraxmırlar onlar. Analiz edib sonra yaxın buraxırlar. Amma bu il onlar üçün həm ciddi evlilik gəlir, həm də pullarından arınma gəlir. Yəni pullarını daha stabil eləyə bilərlər. Onlar bilsin necə şeydirlər pulda. Nizami intizamla xərcləməyi xoşlayırlar pulu. Yəni bir buğa kimi, bir dolça kimi, bir əkiz kimi, məsələn buğa, əkiz, dolçaya 1000 manat ver bu dəqiqə. Yəni bu dəqiqə sən mənə 1000 manat ver. Üzü çör o tərəfə, çön bir tərəfə 1000 manat yoxdur. İlkin. Hə, onun başına daş salmışam. Hə. Amma qız belə deyil, qız nizam intizamla xərcləyir, qız stabil xərcləyir hər şeyi. İndi bu illərdə onların toparlanma ili idi, amma bir şərtlə ki, keçmişləri silə bilsələr, silə bilməsələr elə necə var belə də gedəcəklər, eyni qarma ilə də irəliləyəcəklər. Harda qalmışdıq? Tərəzilərdə. Rövşənin sevimli tərəziləri. Tərəzilər
Tərəzilərlə mənim aramda şey vardı, hani o platonik sevgi. Aha. Onları beynimdə sevirəm. Aha. Belə bir deyim var, deyir mən sənin şəkillərini sevdim. Bəlkə də sən məni yaxından sevsəydin, həyatımı dağıdardın. Ona görə mən də tərəziləri Ancaq uzaqdan, uzaqdan sevirsən. bəlkə də onları yaxından sevsəm həyatımı dağıdarlar. Hə. Amma uzaqdan sevdiyin üçün onları bu qədər sevirsən. Dəhşət. Gör yaxından sevsəm nələr baş verər. Yox, amma dedin ki, yaxından sevsən bəlkə də həyatını dağıdar. Bir gün o fantastikada yaşanacaq ya, amma nə baş verəcək bilmirəm. Tərəzilərin əslində bu il imtahanları çox möhtəşəmdir. Mən hətta il başlayan demişdim ki, bu il imtahan verəndə siz yaxşı nəticələr əldə edəcəksiniz. Və bir neçə tərəzidən də artıq geriyə dönüş almışam. Məsələn, 30 yığanları 28 yığıb, 60 yığanları 56 yığıb, qəşəng nəticələr almışam bu illər onlardan. Bu il tərəzilərin 60-70% imtahandan keçəcəklər. Çünki Jupiter dəstək olacaq onlara. Bir yandan pul baxımından məsələləri toparlayırlar və bir yandan da tərəzilərin hal-hazırdakı qəti qərarsızlığı daha qəti olacaq. Yəni qərarsızlıq qalacaq, qəti qərarlar verəcəklər. Onlar da bayaqlar dedim, ciddi münasibətə başlayacaqlar. Yəni belə inanılmaz bir şeylər inanılmaz bir şeydir ciddi münasibət tərəzi üçün, amma tərəzi də ciddi münasibətə başlayacaq. Çünki onlar xoşbəxt olmaq üçün addım atırlar. Yəni istəyirlər, lazımdır, vaxtıdır deyirlər də. Elə bir hamısında başına indi yüklənib ki, indi xoşbəxtdir. Mənimlə flört edərdi. Sonra ciddi münasibətə başlayardınız da. Bəlkə elə flörtü də ciddi münasibəti də sizlə olacaq. Nə bilim, xeyirlisi Allahdan. Amma tərəzilər bu illər qəşəng həm pul, həm iş həyatında nəticələri gözəl olacaq. Özdə yavaş-yavaş o depressiv vəziyyətdən çıxırlar. Çox tərəzi depressiyada idi, işsiz idi. Yavaş-yavaş iş gəlir onlara, təklif gəlir onlara, verdiyi CV-lərdən cavab gəlir. Get-gedə də bu artacaq. Çünki Uranüs artıq 7 illik bir dönəmə ikizlər bürcündə başlatdı. Hava ünsürünə yaxşı təsir eləyəcək. Bir yandan Jupiter təsir edəcək, bir yandan da Pluton retrosu onlara təsir edəcək. İtirdiklərini təzədən geriyə qaytara bilərlər ki, bu insan deyil. Yəni pul, ev və sair kimi şeylər ola bilər. Nəticələrini bu il daha yaxşıya aparacaqlar ki, inşallah deyə bunu da. Ona görə tərəzi bu il nə etməlidir? Birinci qayda olaraq tamı-tamına özü tam ciddiliyə verməlidir özünü. Məsələn, tam ciddiliyə. Yoxsa tərəzilərdə belə bir xassiyyət var da. Məsələn, qız da oğlanla eynidir də. Yəni oturublar çöldə, bayırda və ya Targovda. Məsələn, belə baxdı. Oğlan saqqalına, vuruldu oğlan saqqalına. Oğlan biri belə gedir məsələn. Ay Allah, bu şalvarına bax. Vuruldu. Ay Allah, onun sifətinə bax vuruldu. Saniyəsində fikir dəyişirlər. Saniyəsində vurulur, saniyəsində də yadından çıxardır, başa düşdü. Yəni bu bitməlidir artıq. Bu flört münasibəti bitməlidir. Ciddi münasibət başlamalıdır. Çünki bu il toparlanmalıdırlar. Venüs də onlara dəstək olur. Çünki Venusun gəncidirlər. Sevgi, məhəbbət sayılırlar tərəzilər. Venüs də get-gedə onlara dəstək olmağa başladısa, Jupiterlə də Venüs əllə verib onları xoşbəxt eləmək istəyir. Ciddi bir evlilik istəyirlər də, bir addım atın da bəs. Evli olanlar indi sual verəcəklər, bəs evli olanlar nə edəcəklər? Evli olanlar üçün də ailə ruzusu artacaq. Ailə ruzusu artacaq. Mən həmişə deyirəm, sual verirlər ki, mən deyirəm evlənəcəksiniz, bəs deyir evli olanlar. Deyirəm yoldaşınız sizə ikinci səfər təklif edir. Hərdən ya mən deyirəmsə evlənəcəksiniz. Sən mənə nüş sual verirsən ki, evli olanlar nə edəcəklər? Yəni onlar da bilmək istəyir də. Yəni evlidir də artıq. İstəyirəm də, buraxın, imkan verin yaşayaqlar 2 dəqiqə də. Yəni yersiz sualdır. Evli olanlar. Evli olan yoldaşın qayıdacaq ki, gəl evlənək. Rövşən deyib ki, yox, doğrudan da onlar da özlərinə görə doğru sual veriblər də. Deyirsiniz ki, ciddi həyatda doğru sualı elə vermirlər. Doğru sualı bəs yaxşı bizim həyatımızda nə baş verəcək? Ailəli insanların həyatında nə baş verəcək? Bəs evli olanlar, evli olan yoldaşın deyəcək gəl evlənək. Ailəli insanların həyatında ruzusu artacaq. Həm özündə, həm yoldaşında o enerjini verəcəklər ailəyə. Yəni belə. Nə gözəl. Yəni əqrəblər gəldisə mütləq şəkildə. Mütləq. Taxtın, əqrəb. Çıxartdın. Böyle soxan əqrəblərdən deyil. Bunu taxtın. Əqrəb. Hə, əqrəb. Obşim. Yəni indiyə qədər bütün çəkilişlərdə əqrəbə gəldi ki, o eynək onun gözündə olmalı. Deməli, keçən səfər çəkilişlərin birində evdə papu dibdən çəkiliş oldu. Yəni ani spontan bir çəkiliş, açqı yox idi gözümdə.
4-5 dənə hələ məşhur insanlar mənə yazdılar ki, qaydanı pozmusan. Hə. Dedim niyə? Dedi ki, bəs asqı gözündə deyil. Biz bunu saymırıq. Dedim ya. Əqrəblər göstərməlidir özünü. Keçən səfər də şey gördüm. Ramil Navran Targovada salamlaşdıq. O da əqrəbdir. O üçün şəkil zad çəkdirdim. Sağollaşdıq. Getdi. Bir o tərəfdən hardasa bir 2 kilometr döndü, qayıtdı ki, çox sağ ol hər şeyə görə. Onda dedim ki, vəsyo, mən nəsə eləmişəm. Onda dedim ki, hə, nəsə eləmişəm. Deməli, bu çox sağ ol oradan gəldisə, deməli nəsə eləmisən. Mən əqrəbdən də çox sağ ol olmaq elə belə bir şey deyil. Əqrəblərin 2025-i travma ili oldu. $24 üçün travma oldu. Yəni əqrəb iş həyatında, şəxsi biznesində travma yaşadı. Şəriki ilə travma yaşadı. Pulda travma yaşadı. Travma. Yəni bu dəqiqədə əqrəblərin bəlkə də 90% kommentdə qeyd edirlər. %100 bilirəm. Qisas düşünürlər. İntiqam düşün. Çünki tək bürc olardı da qisas intiqamla böyüyüb yaşayan. Qisas intiqam düşünürlər. Bəhrələnirlər. Hə də, amma eləməyəcəklər. Çünki onların bu dəqiqə elə bir dönəmidir ki, müsbətlik, enerji, aktivlik, bir yandan da elə bir əqrəb bu illəri 2026-da nə etməlidir? Əqrəb sakit, incə özünü toparlamalıdır. Yəni o iynənin hazır vəziyyətdə saxlasın, amma heç kimə vurmasın. Birinci yığsın pulunu, işini düzəltsin. Bu il onlar üçün həmən idi ki, özünü inkişaf elətdir, gələcək ildə kimdən qisas alırsansa al. Yəni mən onlara hər canlıda da bunu tapşırıram ki, bu il o il deyil. Çünki bu il qisas alsan, sən bir o qədər də geriləyəcəksən. Çünki onlar bu il ciddi münasibət ola bilər, bu il evlənə bilərlər, bu il vurula bilərlər, bu il onlarda çox qəşəng adaptasiya dönəmidir. Özdə pulda necə ki, xərçəngin şansı var, əqrəbin də bir o qədər pulda şansı var. Özünü böyüdə bilər, inkişaf eləyə bilər, iş qura bilər, biznes, təmir, tikinti işləri var onlarında. Ona görə əqrəblərə bir nömrəli tapşırığım 2027-nin yayına qədər də, yəni zaqar alana qədər bu il heç kəsdən qisas almasın. Deyə elə qulaq asacaqlar ki, mənə. Alacaqlar. Çünki onların qabında var ya. O onların qabında. Eşidirsiniz əqrəblər. Əqrəb intiqam qisas almasa ürəyi partlayar. Yarı yolda dayanar, birdən yadına düşər. Nəfəs gedər, gəlməz də yəni. Mən niyə intiqam almıram? Yəni amma yenə də səbr eləsələr çox gözəl nəticələr olacaq da bu il inşallah Allahın izni ilə. Gedək Oxatanlara. Oxatanlar da bu illəri Oxatanın bu illəri belə deyim onlara. O bayaq başlayanda dedim, sərbəstçiliklərindən pay verəcəklər. Yəni nəhayət. Bu il ya nişanlana bilərlər, bəlkə də nişanlanıblar, ya evlənə bilərlər, ya belə deyim, köçə bilərlər harasa. Biraz dəniz qırağını da xoşlayan insanlardılar. Bu il onlar dönəm-dönəm özlərini dəyişmək istəyirlər. 2025-də haqsızlıqlar yaşadılar. Böhtan yaşadılar, haqsızlıq. Bir də ən böyük problemləri iş həyatlarında oldu Oxatanların. Yəni Oxatanın 90%-nin problemi iş həyatında olur zaten. Yəni ən böyük düşmənləri buradan gəlir onların. İş yoldaşları, sar və laxır. Bu il bu problem bitəcək. Bir vəzifə şansı əldə edə bilərlər, bir şans əldə edə bilərlər. Ev alımı var, ev satımı var, təmir tikinti var, ev remontu var, yəni dəyişikliklər ola bilər. Yupiterin şirə getməyi onlar üçün büdcədə çox qənaət və büdcəni yığımcılıq edə biləcək bir dönəmə aparır Oxatanlar üçün. Yəni həm bir tərəfdən evlilik var, iş var, karyera var, bir tərəfdən də büdcələrini yığımlı edə bilərlər. Yəni həddindən artıq Oxatan 90 dərəcə dəyişilə bilər. Hansı ki bütün gecəni gəzən, bütün günü gəzən, əylənən, hər yerdə pul xərcləyən, amma indi bunu eləyəcək həftədə bir dəfə. Hər şeyə qənaətlə. Amma mən elə bilirəm ki, Oxatanlar əksərən də bəyləri, xanımlar deyil, xəsis olurlar. Yəni o qədər də özlərin Oxatan narsistlər sırasında var. Yəni Oxatan narsistlər sırasında necə var? Özü üçün eləməyi xoşlayır. Yəni xəsis deyillər. Məsələn,
Oturublar 5 nəfər. Burada qənimətçilik xərcləyir. Tək otursa 1000 manatlıq yemək yeyəcək. Yəni burada 5 manat xərcləyəcək, amma tək otursa 30-40% narsist olar, konkret. Yəni özüm üçün eləyim. Heç övladcad da düşünən deyirlər, nəsil köç də düşünən deyirlər. İçəndə yadlarına düşür. Gedək növbəti bircə oğlaqlara. Oğlaqlar. Anası, Oğlaq. anası. Mənim Zodiakın anası. Bizim də anamızdır oğlaqlar. Oğlaq problem olar da, hələ də son zamanlarda pessimistləşiblər. Çox pessimistləşiblər. Hətta bunu da yenə kommentdə qeyd edə bilərlər. %100 bilirəm. Düşüncələri ay Allah, niyə ancaq bizi tapır? Niyə nə vaxt bitəcək? Necə olacaq? Heç nə yoxdur. Bir də mənə elə gəlir ki, o sözləri çox dedikcə insan həyatına o şeylər daha çox çəkmiş olur. Neqativləşir hər şey. Təbii ki. Yəni nə qədər dedik ki, ay niyə mənə oldu? Ay niyə bu belə oldu? Yaxşıyam cümləsi insanın həyatını o qədər yaxşılaşdırır ki, varımdır cümləsi, yoxdur cümləsi yoxa aparır. Bəli. Bəli. Oğlaqlar 20 ildir problem yaşadılar. Dünənki retro onların həyatını geri qaytaracaq. Yəni dərindən bitdi deyə biləcəklər, amma ki pessimist düşünməsinlər yenə də. Yəni möcüzələr olacaq onların həyatında bu 5 aylıq müddətdə. Bəzilərinin torpaq problemi var, bəzilərinin nənə-babadan gələn mülkiyyət problemi var, bəzilərinin iş problemi var, ev alıblar, təmir tikintilərini eləyə bilmirdilər, onları eləyə bilərlər. Bəziləri alım-satım eləyə bilmirlər, hətta əllərində evləri var. %100 bilirəm bunu. Ona görə bu illərə Oğlaq bürcü, Oxatan dalımızca danışır yəni. Oğlaq bürcü özünü toparlayır, inkişaf elətdirir. Oğlaq bürcü özünü daha da qabağa aparacaq sürətlə özdə. Yəni istədiklərinə nail ola biləcəkləri bir ildir, amma birdən də onlara şad xəbərim bu olar ki, həm sualım olsun, həm də şad xəbərim. Onlar sevgini artıq bir 10 ilə yaxındır bumerang kimi yaşayırlar. Həyatlarına gələn insan 5 gün qalmır gedir. 5 gün qalmır gedir, 5 gün qalmır gedir. Artıq bu bitə bilər onların həyatında bir ciddi belə onların həyatını formalaşdıran. Demək olar ki, Zodiakın bütün bürclərində bu il ciddiyyətə doğru bir addım var. Hə də, yəni ciddiləşirlər. Bu olsun da, bəs bu da bundan artıq nə olsun? Ciddiləşmə baş versin də, daha əziyyət çəkirlər. Neçə il döyəcək? Pluton, Uranüs. Planetlər öz yerlərini tapmayana qədər belə olur. Planetlər yavaş-yavaş öz yerlərini tapır. Neptun, Satürn, Qoç yaxşı keyfiyyətdir. Uranüs 8-lər yaxşı keyfiyyətdir. Astroloqlar qorxudurlar cəmaatı. Uranüs 8-lərə belə heç nə deyə bilməyəcək. Yəni, hansı ki karması olanlara aiddir bu. Bir də ki mən bunu deyim, astroloq əgər özlərin astrologiyada astroloq sayırlarsa, mən astroloq saymıram özümü. Diplomum yoxdur. Mən özümü xasiyyət mütəxəssisi kimi sayıram. Yəni mən də özümü astroloq deyə bilərəm də, yəni. Astroloq insanlara heç vaxt mənfi məlumatı ötürməməlidir. Axı bu bilir ki, bunun şuuruna təsir eləyir. Bəli. Mən durum deyim ki, insanlar neqativ və mənfi məlumatları daha tez qəbul edirlər. İndi gedirik Dolça bürcünə keçirik də. Mən durum deyim ki, Dolça bu həftə maşına yola diqqət elə. Maşın vura bilər səni. Mən deyə bilərəm ki, diqqət elə. Vura bilər sözünü deməməliyəm. Çünki o burada həkk elədi bunu. Belə qorxa-qorxa gedəcək, arxadan gəlib vuracaq onu. Sağa sola baxa-baxa arxadan vuracaq, aparacaq. Özünü qorxudacaq, təndidəcək. Heç bir astroloq heç vaxt mənfini insanlara ötürməməlidir. Çünki sən insanlara xitab edirsən. Sən onlar üçün bir mövqeysən. Sənin cümlənlə həm böyüyürlər, həm inkişaf edirlər, həm yön seçirlər. Onlar sənin cümlənlə özlərinə motivasiya tapırlar. Necə ki, mənə direktdə yazırlar. Çox gözəl motivasiya verirsiniz. İnsanları motivasiyaya kökləmək lazımdır. Mənfiyə zaten insanlar bütün gün gedirlər də. Yəni, borcun içində gedirlər, nə bilim, işdə gedirlər. Müdiriyyət aparır, o biri aparır, bu biri aparır, sevgilisi aparır. Bir bədbəxt sənə qulaq asanda bir şad xəbər eşitsin də. Seç oradan şad xəbərləri, onları ver. Sənə lazımdır mənfini deyəsən cəmaata ki, belə olacaq. Xeyr, yəni bunu da deyim. Astroloq özünə astroloq deyirsə belə bir addım atmaz. Yəni o məsələn mənfi məlumat verən, özü üçün kütlə yığmağı sevən insanlardır. Pul yığmağı sevən ki, xəritələrinə baxdırsınlar, xəritə açdırsınlar. Yəni, bu boş şeylər hamısı. Heç bir astroloq özünə təmiz astroloq deyən heç vaxt izləyiciyə mənfi məlumat verməz. Bu qədər bəsit. Gedək Dolçalara. Gedək. Dolçalar hansı ki Dolçanın problemi, ən böyük problemi nədir məsələn Dolçanın?
inanmaq. Yəni bir də həyatından insan çıxarda bilmir. Dolçanın ən böyük problemi bunda oldu ki, keçən il və 2022, 23, 24, 25 konkret kimə yaxşılıq elədi, qarşılıq görmədi. Kimə yaxşılıq elədi, qarşılığından da pislik gördü. Nə bilim, yarısı kiməsə görə faizə girdi, yarısı banka girdi. İşə düzəltdiyi insanlar belə olaraq qayıtdı ki, siz kimsiz, nə eləmisiniz? Dolça pulla oynayan bir olub. Yəni Dolçanın veçini kaşlokunda, yəni zapas pulu olur. Yəni xərcləyəndilər dəhşət özdə. Amma son 2-3 ildir bunların pulları zəifləyib. Hara gəldi xərcləyirdilər. Bilinmir də, yəni özdə mən onlara dəqiq vaxtı deyim. 23-24-də nə bilim yarısı avariya elədi, yarısı uşağına pul xərclədi, yarısı ailəsinə pul xərclədi. Belə büdcədən pul çıxdı. Nə ana xəstəliyinə görə pul çıxdı. İndi onlar üçün nədir? İndi onlar üçün toparlama. Plutona retroya getdi. Pluton Dolçada retroya getdi. Bir 20 ildə burdadır. Pluton söküb yığmağı xoşlayır. Amma Dolçanı söküb yığmayacaq. Zaten Dolça sökülmüşdü. Onu yığmağa gəlir. İndi retroya getdiyi bu müddətdə olduqca verimli bir dönəm başladır. Pul, istədikləri pula girişə bilərlər, istədikləri işi qura bilərlər, biznesə ikinci iş təklifi gələ bilər, üçüncü iş təklifi gələ bilər. Eyni qaydada ailə qurmaq istəyən dolsalar üçün də bu yol açıla bilər. Və ailə qurub da övladı olmayanlar üçün bir şans ola bilər. Yəni ata ola bilərlər, ana ola bilərlər, nənə ola bilərlər, baba ola bilərlər. Bu kimi keyfiyyət onların həyatında olduqca verimlidir bu il. Yəni Dolça üçün bu il zirvəni görmə ilidir. Yəni indi inşallah Yupiterdə yer dəyişəndən sonra zirvəni görəcək. Ay nə gözəl. İlin ikinci yarısını gözləsinlər o zaman. İlin ikinci yarısını çox bürc gözləyir. Mən də gözləyirəm. Siz gözləyirsinizsə deməli mən də gözləyirəm. Mən ilin ikinci yarısında dərhal bir dənə sertifikasiya diplom üçün Türkiyəyə bir dənə baxaq görək nə edirik. Çünki rus dilini bilmirəm deyənə. Mən istəyirəm ki, ruslardan təhsil alım. Amma rus dilini bilmədiyimə görə mənim üçün qəliz olar deyənə türklərin ən sertifikatlı, yəni bir astroloqundan və yaxud da ki yaşam koçundan bir diplom alaq, özümüzü təsdiqlətdirək, inşallah təhsilimizi də tamamlandıraq. Mən gözləyirəm Yupiter yerini dəyişsin sonra. İnşallah bu ayın 25-i mənim ad günümdür. Bəli. 34-də qədəm qoyuram. Ay maşallah. 35-də mənim həyatımda inanıram ki, çox şeylər dəyişiləcək. Həm də bu mənə elə bir ki, hissiyat kimi gəlib bir neçə müddətdir. Hiss edirəm. Məsələn, mən də keçən ildən deyirəm ki, gələn ili mən bilirəm ki, vətəndən çıxacağam və başqa ölkədə həyatımı, işimi, yəni həyatımı orada davam edəcəm. Çıxdın da getdin, qayıtdın, gəldin. Qayıdıb gəlmədim, bəlkə yenə də gedərəm. İnşallah, təkə olsun. Amma yəni o deyirsizə içimdə elə bir hiss var. O hissi mən də yaşayıram. Onu demək istəyirəm ki, yəni mən amma vətən mənim üçün mən istəyirəm burada özümü təsdiqlətdirəm hər şeyi. Məsələn, oxumağı cəmaət vətəndən kənar oxumaq istəyir, işləməyi də. Amma mən nə etmək istəyirəm? Mən istəyirəm ki, mənim bu gün 34 yaşım yoxdur. Mən 40 yaşıma qədər burada mən Azərbaycanda qala-qala rus tanısın məni, türk tanısın məni, alman tanısın məni, fransız tanısın məni, italyan tanısın məni. Desinlər ki, bu partdadır bu astrologiyada, başa düşdünüz? Yəni indi daha da dərinliyinə düşə-düşə astrologiyanın diplomu götürəcəm inşallah. Mən elə bir şey istəyirəm, yəni. Qibdə aparsınlar. Ay, yolunuz açıq olsun. İnşallah. Deyirsiniz ki, şans da bizdən yanadır, demək ki, şans, olmalıdır və inşallah olacaq da. bizdən yanadır. Mən astrologiya başlanğıcımı balıq eləyib, qoy balığı da danışaq. Mən inanıram ki, balığın toxunduğu həyat yaxşı gedəcək. Şansımız balıqdır. Balıq neytraldır həmişə. Balıq ya mənfi yaşayır, ya müsbət yaşayır. İlin yarısını mənfi, yarısını müsbət yaşayır. Balığın bu ili elədir ki, onların da həyatında qız bürcü kimi geridə qalan insanlar var idi. Buraxa bilmirdilər, ata bilmirdilər. Münasibətləri yolunda getmirdi. Çox belə sıxıntılar yaşayırdılar. 3 gün dava, bir gün barışmaq, yenə 3 gün davada. Həftənin elə bir günü ortada da görüşürdülər. Qalan günlər küsülüydülər. Keçmişi buraxın, Ona görə indi onlar da evlənmək istəyirlər, vurulmaq istəyirlər. Yəni onlar xoşbəxt olmaq. Balıq bu dəqiqə xoşbəxt olmaq istəyir. Balıqda bu dəqiqə pul normal, stabil qaydasına düşüb yavaş-yavaş. Daha da gözəl olacaq. İş həyatı, alım-satım işləri də çox gözəl olacaq. Bir də balığı bu illəri karyera gözləyir. Olduqca özləri üçün biznes qura bilərlər.
əlavə iş qura bilərlər, verimli dönəmləri. Onların elə bir dönəmi başlayır ki, mən belə deyim, Satürnlə Neptun çox əziyyət verdi balığa. Hal-hazırda tərk edib, gedib artıq Qos bürcündədir. Satürnlə Neptun məsələn alınan işi, mən bu dəqiqə bu suyu götürürəm, bir qurtum vururam da. Amma balıq keçən il buna əl atıb içmək istəyəndə baxacaqdı. Ay, bunun içində su var idi axı, qurudu. Əlini nəyə atırdı? Məsələn, %100 alınan bir şey alınmırdı. Bu il həmən ildir ki, %100 alındıra biləcəklərin hamısını. Özdə elə hisslər gələcək ki, onlara sırazı. Dadan, onlarda var da. Sırazı hiss edirlər ki, partladacaq. Bu il həmən ildir. 2027-də çox normal yaşayacaqlar. Qrup sahibzadə ola bilərlər, rəhbər ola bilərlər, idarəçilik onlarda olacaq. Öz mühit, işlədiyi mühitdə, işlədiyi ətrafda. İndidən növbəyə yazılaq finanç. Yenə də. Sonra qəbuluna düşə Bəli. Və belə qənaətə gəldim ki, bu il ümumiyyətlə uğurlu bir ildir. İlin ikinci yarısı daha çox da uğurlu gələcək və amma oturmaqla bir gözləmək olmaz. Hər kəs hərəkətdə olmalıdır. Məsələn, izləyicim var, deyir ki, demişdiniz sevgi gələcək, pul gələcək. Amma mən həmən izləyicini tanıyıram, məsəl üçün. Oturur balkonda bütün gün işləmir də. Biri paraşütlə tullanacaq balkona, deyəcək sevirəm səni. Rövşən demişdi, ona görə gəlmişəm. Bu da 10 manat Rövşən göndərdi. Bu belə şey olar. Yəni hərəkətdə olmaq lazımdır. Hərəkətdə olmalısan. Məsələn, yenə deyirəm, mən Yaponiyanı, Çini çox misal çəkməyi xoşlayan adam deyiləm. Amma Yaponiya ilə Çin, məsələn, Pünhan məni işə götürür Yaponiyada. Pünhan mənim CV-mdə bürcümə baxır, götürür. Məsələn, əkizlərdir. Bugün Plutон retrosu var. Əkizlərə mənfi təsir eləyəcək 5 ay. Yox, mən səni qəbul eləmirəm. Onlar enerji ilə işləyirlər. Ona görə də uğurludur. Ona görə onlar yaşayırlar 2050-də, biz 2025-də, Hindistan 2009-da, 1980-ci ildə. Yəni ona görə onlar enerji ilə çox hərəkət edirlər. Çox. Onlar CV-yə də baxırlar, retrolara baxırlar. Məsəl üçün bizdə izləyiciyə deyirsən ki, Merkur retrosu var, saç kəsdirmə. Belə elə. Sən gözünü eləyirsən, mən gəlib saçımı kəsir. Get kəsdir, məndən sadəcə xəbərdarlıqdır. Bu keçələ aparır adamı. Saç tökür, eləyir, tuda suda. Mən bilmədim retro qutaranda kəstirdim böyrünü. İndi məndə böyrü çıxmır, zəif çıxır. Keçən il. Üstünü qıxdırmadım, böyrünü ağartmışdım. İndi böyrü zəif çıxır. O üstün saç götürüb aparıb böyrü bulamam. Bir aydan çoxdur qıxdırmışam da, bir ay yarımdır. Böyrü çıxmır. Retro bitən günü bir gün sonrası qıxdırdım mən. Mən həmişə deyirəm ki, bu bürclər və enerjilər insanın həyatına çox böyük təsir göstərir. Var, danışdığımız sözlər, dediyimiz, ağzımızdan çıxan kəlmələr, hər bir şey, neqativ cümlələr olsun. Neqativ sözün özü belə insanın həyatına cahillik çoxdur. Cahillik. Biz nə qədər bunu desək də təsiri var. Cahil qalacaq. O fərqinə varmaq deyə bir söz var. İnsan özünün fərqində olur, yaşam dünyasının fərqində olur. Onların mənə elə gəlir ki, IQ səviyyəsi o biri insanlara nisbətən daha çox. Mən deyirəm ki, indi inşallah məndə prosta kompüter yoxdur deyənə kitab yaza bilmirəm də. Mən kitab yazacağam, kitabın da adını qoyacağam. Mən inanmırdım, sən inandırdın. Yəni mənim günü bu gün elə iş adamı var, dünənlər çayda oturmuşuq. Deyir, mən bürcə inanmırdım. Boğa bürcüdür, özdə inandıra da bilməzsən inanmadığı şeyə bunu. Deyir, mən inanmırdım, amma deyir, elə danışırsan nöqtəsinə kimi mən ona inanıram, deyir. Yəni, mən inanmırdım, sən inandırdın. O inanmayanlar üçün nəsə can atmağa ehtiyac yoxdur ki. Məsələn, xristiyan müsəlmanı hörmət eləməlidir, müsəlman xristiyana. Hər bir şeyə hörmət eləməliyik. Kim mənə deyir ki, astrologiya inanmıram, mən hörmət eləm onun fikrinə. Heç fikrim də yoxdur inandırmağa, heç vecimə də deyirsən inanmamağa. Yəni umursamıram. Yəni sən nəyə inanırsan, ona hörmət edirəm. Mən buna inanıram. Sən də mənim bu fikrimə hörmət eləməlisən. Mənlə oturub mübahisə eləməməlisən. Bu qədər bəsit. Yəni umursamıram belə düşüncələr. Enerjidəki insan yerə özü yaradır, bu qədər bəsit.
Çox sağ ol Rövşən. Çox Xoşdur, təşəkkür edirik xoşdur. sizə. Əsas odur ki, izləyicilərə ən azı bir damcı da olsa məlumat verə bildik. Məncə çox məlumat verdik. Artıq neçə aylar idi ki, mən özüm də bu məlumatlardan biraz kənar qalmışdım. Sizin canlılarınıza da qoşula bilmirdim. Bəzən olurdu ki, qoşulurdum, bəzən olurdu ki, qoşula bilmirdim. Amma bu məlumatlar mənim üçün yeniləndi və mən bürclərə, enerjiyə həddindən artıq inanan bir insanam. Və inanıram da ki, bu dedikləriniz həqiqətən də bütün İnşallah. insanların həyatında baş verəcək və amma dediyi kimi də heç kəs oturub gözləməsin. Bəli, Sadəcə hərəkətdə, bəli. Səndən yenə də hərəkət, məndən bəli. hərəkətdə olmaq lazımdır. Hərəkətin özü bir enerjidir və bu enerji ilə də o müsbət enerjilər sizə mütləq şəkildə geri dönəcək və sizin hamınızın rəylərinizi gözləyirik. Gələn dəfələrdə hansı mövzunun müzakirə olunmasını istəyirsinizsə, siz onu rəylərdə Mütləq kommentdə qeyd eləyə eləsinlər. Hə, gələn səfər mən məlumat verməyəcəm Yupiterlə bağlı, aylıqla, illiklə. Mənə deyin ki, Rövşən, bizim bürcümüz haqqında Hübə-Zübəl, yəni Hübə-Zübəl bilmədiklərimizi bizə de. Mən Yəni də açım sirləri töküm ortaya. Hə, siz rəylərdə nə yazsanız, Rövşən də ona cavab Bəli, verəcək. bəli. Mən də çox sağ ol deyirəm. Yenə sarı çay vermişdiniz bizə içməyə. Allah razı olsun. Bizim çayımızın rəngi sarıdır. Biz sizi düşünürük ona Biz də görədir. çox sağ ol deyirik sizə. Hə, mən də darıxmışdım həqiqətən də həm qardaşlar üçün, həm ətraf üçün, həm çəkiliş üçün, həm də izləyicilər belə soruşurdular Bəli. bizdən ki, bəs studiya çəkilişi mən vurğulayırdım ki, bizim qarşı tərəfin biraz işləri var və xaricdədir. Gələndə mütləq başlayacaq. Hə. Xoş oldu, əla oldu, gözəl Məncə oldu. də bizim üçün də xoş oldu. Enerji yaxşı oldu, əsas odur. Bəli. Əsas Bizim artıq odur. enerjimiz özümüzə gəlir. Bu enerji mümkün deyil yaxşı. İki Pünhan, əzlər, pünhan. dolça, balıq və yəni Əsas bu odur otağın Pünhan bəy enerjisi. bizi görəndə üzü gülür. Bəli, çox sağ olun, çox təşəkkür eləyirəm. Mən Sizə də sizə təşəkkür var. edirəm əziz izləyicilər. İnşallah gələn dəfə görüşənədək. Kommentlərdə mütləq qeyd eləsinlər. Nəyi? Gələn səfər mövzumuz nə olacaq? Tamam. Qeyd eləyəcəklər. Elza Seyid Cahan demişkən. Mən getdim. Yaxşı. Sağ olun, görüşərik.